Hello əzizlərim. Mukbang deyil, elə belə yeyə sizlə danışım. Bu vişnyalı yoğurtdur və çiyələkdir. Deyirəm nə gələm, nə başıma gəlirsə, mənim saflığımdan gəlir. İllər öncə mənim bir açılışa dəvət olunmuşdum, amma boynuma alıram, mən düz deyirəm, səhv deyirəm, bəzilərindən deyil. Bəziləri kimi deyiləm ki, o açılışa məni hələ açılış sahibi dəvət etmişdi deyim. Bir izləyicim dəvət etmişdi, düzdür, sağ olsunlar, o blogerlar kimi hədiyyəmi falan da verdilər və yanımda bir təzə başlayan bloger xanımı aparmışdım və orada indikini sizin fenomenləriniz olan qızlar var idi. Bəzilərindən salamım da var. Buradan mənə baxırlarsa onlara salam. Söhbət onlardan getmir. Və mən bu yanımdakı xanıma dedim ki, sən onlarla yaşıdsan, onlarla dil tap, səni qabağa çəkəcəklər də. Dostlar, demirəm, yaltaqlan. Dil tap, tanış ol, sən də qabağa çəkil. Nəysə, özünü çox əzik kimi belə apardı, utandı, nə bilim nə. Evə gəlmişəm və nə görürəm. Facebook'da, ən çox da Facebook'da, bütün qruplardan o xanımın paylaşımı. Məni bir açılışa dəvət etdilər. Özdə həmin açılış sahibi. Yalan, açılış sahibi dəvət etməmişdi. Məni necəsə ora dəvət alan, amma bloger, influencer olmayan bir izləyicim dəvət etmişdi və dedi, kim istəyirsən gətir. Mən də onu çağırmışdım. Orada məni alçatdılar, hamı yuxarıdan aşağı baxdı və mən sizə deyim ki, o insanın özünün kompleksləri var. Və ona elə gəlir ki, dost, tanış kimsə nəsə dedisə, bunu aşağıladı, alçaltdı, xəyanət elədi. Elə insanlardan uzaq olun. Elə insanlar heç kimdən, doğma bacı qardaşlarından belə uzaq olurlar, haradasa küsürlər. Elə pis oldum. Siz nəyə pis oldum? Məni pisləməmişlər. Mən oradakı hal-hazırda fenomen olan influencerlər var aralarında. Dedim, ay Allah, mən bu qızlarla salamlaşıram. Salamım var. Bu qızlar elə bilər ki, insan faktorudur. Rəhimə özü deyə bilmədi, bizdən zəhləsi gedir, bizim ayağımızın altını qazır. Yanındakını öyrədir. Allahım. Axırı pozdurdurdum. Bizi bir sosial mediada qaldı o. Deyirəm, ax, sənə nə dedilər? Sən axı onlara nikahxanalıq elədilər. Deyirəm, necə oldu? Məndən qabaqdadılar. Mənimlə salamlaşdırdılar, sənə nikahxanalıq elədilər. Nikahxanalıq eləsəydilər, elə deyərdilər ki, mən qabaqdayım, Rəhimə kimdir ki? Boynunda fotoaparat vardı. Deyir, bir xanım yaxınlaşdı. Daha bilmədim hansı blogeri deyirdim. Mənə dedi, sən kimsən? Dedim, blogeram. Güldü, dedi, elə bildim fotoqrafsan. Və mənə alçaqlı. Deyirəm, birinci fotoqraf olmaq alçaqlıq deyil. İkinci, yaxşı fotoqraf, yaxşı blogerdən də yaxşı qazanır. Axırı hər neysə, Facebook'un bütün qruplarından pozdurdurdum. Çünki, yenə də deyirəm, onlar olmasın, mən də haradasa elə fikirləşərdim ki, mən onların yerində olsaydım, o influencer, bloger xanımların ki, bax, Rəhimə bizdən geri qalıb, paxılıq çəkib, özü yazmayıb, yanındakini öyrədib. Halbuki mənim hələ də, əgər o xanımlar baxırsa və yadlarına o əhvalat düşürsə, yenə də deyirəm, mənim günahım, yeganə günahım o insanı gətirməyim idi. Hamı adamdır, amma heç çox adam insan ola bilmir. İndi nə olsun ki, yerli blogerlər dəstək olmaq lazımdır və özü də bilmir ki, o blogerlara necə parxod eləsin. Üzə vur, haradasa eşitdirir, çalışır. Fürsətim var idi də, yaratmışdım. Niyə duraydın? Yaxınlaşardın, dostlaşardın, yaşıdıydın.
Bunlar üçün də ölmürəm. Özünün baxış sayıları artıb, indi özü üçün tanınır. Onlara yaxın olmaq istəyir ki, onlar taq olunan yerlərdən bunu da taq eləsinlər, reklam gəlsin. Reklamı yoxdur elə. Reklamım çoxdur, hər reklamı bəyənmirəm. Böyük şirkətlə müqavilə bağlamışam, reklam eləyəcəm, amma ortada nə fal var, nə yumurta. Yəni, mənim başıma saflığımdan verim. Ən saflığımdan başıma çox oyunlar gəlib. Amma yenə də deyirəm ki, başqalarının yanında pis oldum. Heç yenim olmazdım. Əgər mən apardığım yerdəki insanlar bir ortada da fakt odur ki, o qızlar ona, o travmalı insana bir pis söz deməmişlər. Bir dənə, sən özü dağ başını çəkmişsənsə, onlar səndən qafaqdadır. Sən yaxınlar, şirin dili və sal, elə dostdaş günə, hamı bir-birinə necə dostdaşıb? Sən onları adam yerini saymadın, gəlb ayağının altına düşmədilər. Və mən elə bildim, sən bloger, boynunda fotoaparat olub, verib fotoqrafsan. Və birinci fotoqraf, bloger, ikisi də peşədir, hər ikisi əziyyət çəkir. Yaxşı bloger, yaxşı influencer nə qəşəng qazanırsa, yaxşı fotoqraf da çox qəşəng pullar qazanır. Orada aşağılayıcı bir, alçaldılıcı bir heç nə yox idi. Sadəcə o insanın özünün travması vardı, hələ indi də var. Psixoloji travması, mental problemi var. O problemi var, özü bilər, özü bilsin, yaxınları bilsin, onunla evlənəcək şəxs bədbəxt bilsin. Məni niyə pis vəziyyətdə qoydu? Mən sadəcə pis vəziyyətdə qaldım. Bir dəfə mən elə pis vəziyyətdə qoymuşdu, paxıllığımdan. Neyse. Şirkə nə qədər tündə olsa, öz qabını çatdadar. Tanınmış da ola bilərsən, pul da qazana bilərsən, amma elə insani şeylər var ki, onu qazana bilmərsən. Yenə də indi öndə olan həmin məclisdə olan və o əhvalatı xatırlayan influencerlar varsa, fenomenlər varsa və bu videonu təsadüfən görürsə, yenə də deyirəm, xanımlar, tanıdığım xanımlar, mənlik deyildi, o problemli insanın işiydi. Sadəcə elə indiyəcən elə pismə gəlib ki, yenə də deyirəm, insandılar, elə bilərlər ki, mən etmişəm. Neyiniyim? Yanımdakı özü insanın bax belə ayağı altında qazandı və çox maraqlıdır ki, həmin o elə hərəkəti eləyən insan, yəni bu və digər formda ayağının altını qazıb da, yəni məni onların yanında pis qoyub. Onlar onu tanımırdılar, heç eyinlərinə dilinə yazmışlar. Mən gətirdiyimə görə mənim adım pis olur. Amma özünə nəsə onu oxşar, ondan da az bir nəsə eləyəndə, mənə xəyanət etdilər, mənim ayağımı qazdılar, mən xəyanətə uğradım rəfiqam haqqında. Ona görə bundan öncəki videoda dediyim kimi, əgər hər kəs insana pisdirsə, birinci insanın özü pisdir. Və bu arada onun rəfiqələri arasında ondan su-istifadə edənlər arasında axırdan birinci mən idim. Yəni mən heç vaxt ondan su-istifadə etməmişəm. Düzdür, məndən də su-istifadə etməyib, amma məni pis vəziyyətə qoyub. Özdə bir dəfə yox, dəfələrlə. İndi yadıma düşəndə başımdan tüstü çıxır ki, o qızlar elə bilər ki, mənim işimdir, halbuki problemi verir. Ona görə deyirəm ki, hər parıldayan qızıl deyil. Səmimi insanların səmimiyyətinə çox da inanmayın, mənim kimi saf olmayın.